Bugün erməni əsilli şəxslərin məhkəmə prosesində zərər çəkmiş şəxslər ifadə verib. Kərim Novruzov Ermənistan ordusunun 1991-ci ilin sentyabr-oktyabr aylarında Ağdərə rayonunun Baş Güneypəyə kəndinə 4 dəfə hücum etdiyini, nəticədə 2-ci Dünya müharibəsi iştirakçısı 1910-cu il təvəllüdlü Qoşun Abdullayevi, Həmzə Ələkbərovu və kəndin digər sakinlərini qətlə yetirdiyini deyib. O bildirib ki, Ermənistan ordusunun sonuncu iri miqyaslı hücumları 1992-ci ilin martın 12-sində baş verib. Ağdərə rayonunun 5 kəndinə, o cümlədən bizim Baş Güneypəyə kəndinə hücum etdilər. Onlar bütün kəndi mühasirəyə alıb atəş açdılar. Atam 1992-ci ilin martın 12-sində dinc sakinləri qətliamdan xilas edərkən döyüş yoldaşları ilə birlikdə qəhrəmancasına şəhid oldu. Atamdan əlavə qardaşım, 2 əmim və digər qohumlarım, uşaqlıq dostum həmin döyüşdə şəhid oldu. Vitali Balasyanın vasitəçiliyi ilə danışıqlar aparılsa da, lakin onlar atamın və onunla birlikdə həlak olanların nəşinin verilməsindən imtina etdilər. Hazırda da onların nəşlərinin harda olduğu məlum deyil deyə zərər çəkmiş şəxs bildirib. O əlavə edib ki, hadisə nəticəsində Ermənistan ordusu tərəfindən 5 nəfərdən ibarət ailə vəhşicəsinə qətlə yetirilib.